Bir kişi İmam Cavad əleyhissalama mənə nəsihət et deyə müraciət etdikdə İmam buyurdu: Ona əməl edəcəksənmi? Dedi, bəli. İmam Cavad əleyhissalam buyurdu: Səbri özünə balış seç, kasıblığı ağuşuna al, şəhvətləri boşla və nəfslə müxalif ol. Bil ki, sən Allahın huzurundasan. Elə buna görə də əməllərinə nəzər yetir ki, nə iş gördüyünü biləsən. Bu hikmətli nəsihət göstərir ki, insanın mənəvi kamilliyi səbir, nəfsə qarşı mübarizə və Allahın daimi nəzarətini dərk etməklə əldə olunur. Şəhvətlərdən uzaq durmaq, dünyaya həddindən artıq bağlanmamaq və hər an Allahın huzurunda olduğunu bilmək insanı günahdan qoruyur. Əməllərinə məsuliyyətlə yanaşmağa vadar edir. Bu yol insanı həm dünyada düzgün həyat tərzinə, həm də axirətdə nicata aparan əsas yoldur.